Herkese yeni vlogdan salamlar. Bugün bir günlük kısa bir şut videosu çekmek istedim. Uşaqlar səhər oyandılar, çaylarını içib yeməklərini yeyirlər. Daha sonra isə hər zaman kimi hazırlaşırıq və Röyalı məktəbə icmaya aparırıq. Daha sonra gəldim, Fabelik sifarişlərim gəlmişdi, onları götürməyə. Fabelik məhsulları həqiqətən də çox gözəl və çox keyfiyyətlidir. Mən hər birinizin özünüzün qoşulmağını tövsiyə edərdim. Əgər kim qoşulmaq istəyirsə, mənimlə əlaqə saxlaya bilər. Onu Fabelikdən tam ödənişsiz qeydiyyatdan keçirdərəm. Həm öz kiçik biznesinizi qurursunuz, həm öz gündəlik işlətdiyiniz təmizlik vasitələri, şampun, balzam və sair makiyaj vasitələri, keyfiyyətli məhsulları almış olursunuz. Həm də ki, qazancı əldə edirsiniz, ətrafınızdakı insanlara da satış edə bilərsiniz. Yəni, hər baxımdan həqiqətən də Fabelikə qoşulmaq çox-çox gözəldir, heç nə itirmirsiniz. Röyalı icmaya qoyub gəldikdən sonra mən yenidən öz səhər çayımı içirəm. Çünki səhərlər ancaq uşaqları hazırlayıb aparıram. Daha sonra kiçik işlərimi görürəm evdə və 2 saat artıq bitmiş olur və gedib Röyalı gətiririk. Burada peçenya tortu hazırlayıram, həm də yazılı şəkildə qeyd edirəm. Əslində bu videonun səsi yox, musiqi ilə yerləşdirmək istəyirdim. Sadəcə videom musiqiyə görə blok oldu. YouTube sildi videomu, ona görə yenidən səsli şəkildə yazdım. Bu cür yerləşdirəcəm. Peçenya tortundan sonra da uşaqlara keks hazırlayıram. Royal burada gördüyünüz kimi keksi yeyir. Bizdə uşaq vaxtı anam hər zaman keks bişirəndə qardaşımla gizlicə keksi çiğ halda bişməmiş yeyirdik, çox sevirdik. Və günün sonu yatmaq bilməyən, evi bir-birinə qatan uşaqlar.